Kifayət qədər yatırsınız, fiziki xəstəliyiniz yoxdur, lakin özünüzü daim enerjisiz hiss edirsinizsə, bu yorğunluq deyil, bu enerji sızmasıdır. Günün sonunda ciddi bir iş görmədiyiniz halda belə özünüzü yorğun hiss edirsinizsə, demək, gördüyünüz iş fiziki deyil, emosionaldır. Başqalarının əhval-ruhiyyəsini idarə etmək, gərginliyi hiss etmək, hər şeyi nəzarətdə saxlamağa çalışmaq. Bu ailədə emosional tarazlığı qorumaq vəzifəsini öz üzərinə götürən uşaqdan qaynaqlanır. Evdəki gərginliyi ilk hiss edən, onu sakitləşdirməyə çalışan uşaqdan. Bu rol böyüdükdə yox olmur. İndi isə sadəcə münasibətdə, işdə, dostluqda bu funksiyanı daşımağa davam edirsiniz. Bunu gördükdə sadəcə enerjiniz geri qayıtmır. Artıq bilirsiniz ki, bu sizin yükünüz deyil. Enerji itkisinin hardan gəldiyini bilmək istəyirsinizsə, şərhlərdə enerji sözünü yazın, sizə 3 dəqiqəlik testi göndərim.